Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala aşrafil enbiya vel murselin. Seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleyküm. Ve elhamdülillah. Biz bilirik ki dinimiz bizdə ancaq xeyri əmr edib. Yəni dinin hər bir əmri xeyirdir. Və həmçinin də nədən çəkindirib? Deməli, şərdir və zərərdir. Din nə bizə xeyirli bir əmrlər var, əməllər var, onu bəyan edib və nə əyri yollar var, zəlalət yolları var, onu da bəyan edib. Nəinki bu dünyada, hətta axirət məsələlərini bizə bəyan edib. Axirəti necə qazanmaq, cənnəti necə qazanmaq, oranın suallarını bizə bildirib. Onlara necə cavab verməyi bildirib. Cavablar var hamısı. Elhamdülillah. Və dinimizin tövsiyələrindən də biri tövbədir. Və tövbə mühümdür. İnsan, mömin onunla kamilləşir. Allah subhanahu teala buyurur ki, وَتُوبُ إِلَى اللّٰهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ. Yəni, möminlərə müraciət edir. Və bildirir ki, tövbə eləyin, hamınız birlikdə bəlkə nəcat tapasınız. Deməli, tövbə nəcat tapmağın yollarından biridir. Və həmçinin Allah sevər tövbə edən qulların. Allahın sevgisini qazanmaq üçün ən gözəl əməllərdəndir. Allah subhanahu teala buyurur ki, İnna Allah yuhibbut tawwabin və yuhibbul mutatahhirin. Yəni Allah ona tövbə edənləri sevər. İnna Allah yuhibbut tawwabin. Allahın sevgisini qazanmaq üçündür. Və sair. Və sair. Və tövbəni hamı edib və etməlidir. Peyğəmbərlər tövbəni edib. Və Rasul sallallahu aleyhi ve sellem necə sahabələr deyir ki, məclisdə oturanda 70 dəfə əstəğfirullah deyərdi. Tövbə eləyərdi. Və Müslimdə gəlir ki, 100 dəfə. Yəni gündə. Onun göstərir fəzilətin və mühümliyin. Onunla insan təmizlənir. Və həmçinin sahabələr, peyğəmbərlərdən sonra sahabələr tövbə eləyib. Onunla təmizləniblər. Və həmçinin alimlər, əgər səhv olanda tövbə eləyiblər. Düzəlmək üçün. Tövbədən sonra qəbul olunub onlardan. Tövbə həmçinin qapıdır. Qapıdır ki, o adamdan qəbul etmək olar, yoxsa yox. Və alimlər tövbənin mənası qayıtmaq deməkdir. Qayıtmaq. Lüğəti mənada təbə, yəni qayıtdır. Raca. Amma şəri mənada günahdan qayıtmaqdır. Belə qıssa. Tövbənin mənası islahi mənada günahdan qayıtmaqdır. Və alimlər qeyd edirlər şərtlər. Yəni, şərtlərdən birincisi gərək Allah üçün ola, ixlas ola. Yəni, kiməsə görə olmamalıdır tövbə. Allah, yəni dinimiz təmizlik istəyir. Təmiz olmaq, pak. Paklıq istəyir. Və birinci, ixlas olmalıdır tövbə, qəbul olsun deyə. Əgər nasuh tövbə istəyirsənsə, tövbədən nasuhə, birinci ixlas, xalis Allah üçün olmalıdır. İkinci, peşmançılıq. Nə etmirsən? Peşmançılıq. Üçüncü, o günahı tərk eləmək. Yəni, sən günahı eləməklə, tövbə eləmək faydası olmayacaq tövbənin. Gərək tövbə elədin, o günahdan qayıdasan. Bir də eləməyəsən.
Və həmçinin də əzm olmalıdır ki, bir də o günaha qayıtmasın, bu dördüncü. Bir də o günaha qayıtmamaq. Qorxmaq ki, o günaha qayıdarsan. Ehtiyatlı olma. Və həmçinin alimlər qeyd edirlər 5-ci, tövbə vaxtında ola. Yəni, tövbə 2 vaxtı qəbul olmayacaq. Necə Rasul sallallahu aleyhi ve sellem buyurur, bir ruh gəlib artıq boğazda, mələm yuqarı, necə gəlir hədisdə, artıq boğazdan çıxır, o vaxt tövbə eləmək, o vaxt qəbul deyil. Bir də günəş batdığı yerdən çıxanda, yəni qiyamətin böyük əlamətləri. Hələm tövbə qapısı açıqdır. Ona görə ağlı olan insan bundan istifadə eləməlidir. Həm kafir, həm asi, həm bidətçi, hizbi, həm böyük günah sahibləri. Lakin biz bu tövbənin ki, qaydalarından dedik, bəzilərindən 5 dənə şərt dedik, o ümumən günahlardandır. Yəni, elə adamlar var ki, onların tövbəsi bununla bitmir. Məsələn, bidətçinin tövbəsi. Bidətçinin, o adam ki, koruyub, yayıb müxalif fikirlər. Onun tövbəsi deyil, 5 dənə şərt də eləmişəm də, gəlib deyir ki, 5 dənə şərt eləmişəm də. Qəbul deyil. Çünki biri var günahdan tövbə eləyəsən, biri var bidətdən, hizbiçilikdən. Çünki günah sənin özvədir. Amma bir də hizbilik, Seyyid Qutubun fikirləri, o ümumən yaymısan sən. Ona görə bidətçinin, hizbinin tövbəsi başqa cür olur. Bunlar olmaq şərti ilə təbii. O da, necə Allah Subhanahu taala buyurur ki, o vaxt istisna eləyir, kimlər ki, gizlətmişlər haqqı. Allah Subhanahu taala buyurur ki, İllellezine təbu. Onlar ki, təbu, tövbə eləyərlər və aslahu və islah eləyərlər. Yəni, nə koruyublar, onu düzəldərlər. 2. Nə koruyub, gərək onu düzəldə. Demir, tövbə, mən oturdum, İbn-i Qeymin kitabını oxuyuram. Hələ deyil. Nə koramısan, düzəltməlisən. Kimlərin yanında demirsən belə, düzəltməlisən. Yoxdur, kimləri ki, yolundan döndürürsünüz bidəti var. Bəli. İllellezine təbu və aslahu. Quran-ı Kərimdə bir neçə yerdə keçir həmişə. Tövbə ilə islah. Tövbədən sonra islah eləməlisən, nə koramısan. Lakin həmçinin üçüncü. Üçüncü nədir? Və beyyənu. Və bəyan eləmək. Bəyan eləməlidir. Bildirməlidir ki, bəli, mən belə olmuşam, belə fikirdə. Bu fikir səhvdir, səhv imiş. Mən dönürəm bu fikirdən. İndi sələflər eləyir. Əbu Musa Əş'ari Mu'tazili idi. 40 il Mu'tazili idi. Sonra Allah islah eləyir, ona hidayət verir. Çıxır minbərə, Bəsrədə çıxır minbərə və deyir ki, mən necə bu köynəyimi çıxardıram, bu cür Mu'tazili əqidəsindən çıxıram. Və sonra müəyyən bir müddət bir əqidədə olur, Əş'ari əqidəsi deyirlər. O əqidədən də o cür tövbə eləyir, bəyan eləyir və kitab yazır. İbənə kitabı. Bəyan eləyir. Çünki bir də otursaydı, evdə desəydi ki, gedin deyin ki, mən tövbə elədim. Necə indi deyirlər? Biz sən nəyini? Yox, kömək eləyərik, qardaşsan. Ancaq bu elə şeylərdir ki, hələ olmur. Gedin mənə yerimə siz deyin. Sən özün deməlisən. Özün bəyan eləməlisən. İləllezine təbu və aslahu və bəyyənu. Və ulaikə atubu aleyhim. Və ənə təvvabur rahim. Ona görə və belə misallar çoxdur sələflərdən. İbana sonrada Həsən ibn Şaqiq deyir ki, gəldim İbn Mübarəkin yanına. Oturmuşuq, biri gəldi, oturdu məclisdə İbn Mübarəkin evinə.
məclisinə. Mübarək dedi ki, sən cəhmiydin axı. Burada neysən? Dedi ki, tövbə eləmişəm. Dedi, çıx, bir də bura gəlmə. Yəni, kifayətlənmədi tövbəsinə. Dedi, çıx, bir də burada gəlmə. Dedi, ne üçün? Dedi, get, nə qədər fəsad eləmişsən, tanınmışsan o cür, get indi sünnənən o cür tanın, Ondan sonra gələrsən. ondan sonra gələrsən. Sələf. Hələ deyildi, onca bu din deyil, belə deyil. Ola bilər, hansı asilik, hə, o heç lazım deyil, hə. Amma bu dində yox, belə şey yoxdur. Sən xavaric fikirləri yay. Sonra deyir, gedin mənə yerimə deyin ki, mən tövbə elədiyim. Hətta ətrafı da qalıb bir-biri, gah deyirlər tövbə eləyib, gah deyirlər eləməyib, gah deyirlər belə, gah deyirlər, nə bilim, axirətdə eləyəcək, nə bilim, çünki əcaib şeylər danışırlar. Biri deyir, 4 il bundan qabaq eləmişəm. Eləyib. Ona indi çatıb. O belə. Ona görə bidətçi hizbi bir dənə tövbəsi kifayət deyil. Tövbə eləmə düzətməlidir. Məhz o məsələlərdə ki, hansı ki, onun ətrafında gedib və həmçinin də bəyan eləməlidir. İləllədinə təbu və aslahu və bəyyənu. Necə İbn Qeyyim, rahiməhullah, hətta İbn Qeyyim, rahiməhullah, Mədərc-i Səlikində deyir, hizbinin, yəni bidətçinin tövbəsi kifayət deyil. Mütləq bəyan eləməlidir, mütləq islah eləməlidir, nə koruyub, nə fəsad yayıb. Bu qıssa, qardaşlar, bacılar, qıssa yəni bir fayda için. Düzdür, bunları bilirsiniz. Sadəcə təkrarladım. Allah subhanət hələ bizə işin faydalarından etsin. Biraz vaxt qoyaq suallara. İnşallah hansı suala bilsən cavab verəcəm. İnşallah. Allah bilir düzün. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.